İndi açıldı. İndi açıldı ana. Hə, ha, Necəsiz ana? yaxşı. Sağ olun. Siz necəsiz? Çox şükür sizi gördük, daha da yaxşı olduq ana. Çox sağ olun. Minnətdaram Ay Rauf bəy. Canınız sağ olsun ana. Ana o danışılası o qədər şey var ki, siz bizə nə qədər vaxt ayıra bilərsiniz? Həm sizi çox tutmayıb, nə vaxt istəsəz də çıxa bilərsiniz. Onu da deyim yəni ən başdan. Yaxşı. Bildim qadası. Canın sağ olsun. Ana, bizim ictimaiyyət qaçaq mayılı təəssüflər olsun ki, yəni qaçaq Nəbi qədər, qaçaq Kərəm qədər tanımır. Müəyyən bölgələrimiz daha yaxşı tanıyır, çünki orada izləri daha çoxdur. Turizm bölgəsi olduğu üçün də gedib o şəkildə məlumatlanıb gələnlər var. Amma belə dərsliklərimizdə olsun və yaxud da ki, hansısa söhbət məkanlarında olsun və ya böyüklərdən olsun, təəssüflər olsun ki, eşitməmişik. Hətta mən qaçaq mayılla əlaqədar video hazırladığımda belə sizi də tanımırdım, həyat yoldaşınızı da tanımırdım. Nə yaxşı ki yazmısınız, nə yaxşı ki bugün sizinlə tanışmışıq. Çünki sizin vasitənizlə həm sizi, sizin kimi dəyərli bir anamızı tanıdım, həm Allah ruhunu şad eləsin. Proqrama gəlmədən öncə əlavə olaraq bir neçə şeirini də oxuyurdum. İnan ki, o qədər ləzzət elədi, o qədər xoşuma gəldi. Yalan deməyəcəm, şeirlə o qədər çox aram yaxşı deyil, amma həqiqətən gördüm ki, şeiri sevdirə bilən şairlər arasındadır. Və şeyi Xəsən açmadan müəllimlə öncə... gedir də söhbət, eləmi? Necə? Xəsay Cahangirovdan gedir də söhbət. Bəli. Yəni mövzuları iki yerə bölücü. İlk öncə babanızla əlaqədar bizi məlumatlandırarsınız. Ailədə nələr danışılıb, nələr yaşanılıb. Bu hekayələri heç birimiz bilmirik. Mən sadəcə 7-8 dəqiqəlik bir video hazırladım. Nə qədər hazırlansa əksikdir. Çox da uzatmadan sözü sizə buraxıram. Buyurun ana. Mənim qaçaq mayıl haqqında deyəcəyim çox söz var, amma bugün istəyirəm qısaca danışım. Buyur ana. Dinləyənləri də yormayım. Mən onun qız nəvəsiyəm. Aha. Atam Laçınlıdır, amma anam Qubanın Qonaq kəndindəndir. Demək, heç kim xalq düşməninin qızına sahib çıxmadı 22 yaşına qədər həmin qonaq kənddə. Amma atam müharibədən yaralı qayıdıb Laçınlı bir kişi, erkək ona sahib çıxdı. Və demək olar ki, orta məktəbi mən qutarana qədər qaçaq mayılın adı evimizdə çəkilməyib. Qorxudan, yəni... Qorxudan, Evet. əlbəttə qorxudan anam danışmayıb. Amma günlərin bir günü dedi ki, biz mənim vətənimə gedəcəyik. Ona qədər, mənim 18 yaşıma qədər biz Laçına getmişik və mən Laçında da doğulmuşam. Amma o qonaqkəndə gələndə artıq babamın kim olduğunu, Azərbaycan müstəqilliyinə xidmət etdiyini öyrəndim və inanın ki, ağladım. Dayılarımın dördünün yox, üçünün, 5 dayımın üçünün demək milli düşmən elan olunmasının biləndə lap ağladım. Qaçaq mayıl demək Bakı Dövlət Universitetinin hərb tarixində xüsusi yeri olan hərb tarixi kitabında, daha doğrusu xüsusi mayıl hərəkatı adı altında o kitabda çap olunub, verilib. Amma müəllifin kitabxanama axtararam, taparam, göstərərəm sizə. Demək, müəllifin kim olduğu yadımda deyil, amma bilirəm ki, Bakı Dövlət Universitetinin 2 professoru
Biri demək yaşadığım evə gəlib həmin kitabı təqdim edib mənə ki, siz Qaçaq Mailin nəvəsisiz. Öyrənmişik ki, qız nəvəsisiz. Və mən Qaçaq Mailin Sarvan stansiyasında Bəli. Həmdullah Əfəndi ilə bir yerdə, Bəli. el qəhrəmanı Həmdullah Əfəndi ilə bir yerdə demək reysləri sökdürməyini və demək olar ki 6 ay Rus erməni qoşunlarının Azərbaycana gəlişinin qabağını aldıqlarını bilirəm. Həmdullah Əfəndinin oğlu ilə də əlaqə saxlamışam və onunla da geniş söhbətlərimiz olub və mən bilmişəm ki, mənim babam Qaçaq Mail, Mail Zahirov demək olar ki, Mircəfər Bağırovun dövründə onun 3 oğlu ölüm hökmü verilir. Amma dayımın biri İbrahim dayım Qazağın polis stansiyasında tapılır. Sağ ol. Demək azadlıqda olan babam, sonradan doğulan baba dayım demək kör bir kişi ilə xəstəxanada yatırmış Bakıda və tat dilində onun danışığını yanına gələn adamla eşidir, İbrahim dayımın danışığını və tatca soruşur ki, sən kimsən, mənə deyilən də sən tat dilini hardan bilirsən? O da deyib ki, mən Mail Zahirovun oğluyam. Amma səni də səsindən də tanıdım ki, sən kimsən? Sən mütləq Mail Zahirova yaxın adamsan. Bunların arasında elə bir söhbət gedir ki, o dəvət eləyir baba dayımı, daha doğrusu Qazağın polis stansiyasına. Demək, qonaqkənddə arvadı uşağı ola. Mircəfər Bağırov ki, xalq düşmənləri elan eləyirdi o vaxtı Moskvanın göstərişi ilə. Bunu xilas eləyib. İbrahim dayımı xilas eləyib. Demək, özü danışır ki, anamla baba dayım getdilər onun yanına, Qazağın polis stansiyasına. Xalçanın dalından dedi, açın, orada seyf var, divarın içində. O seyfdə Zahirov İbrahim Mailoğlu'nun adı yazılıb pasportunda. Amma deyir, Mircəfər Bağırov məni xilas elədi. Dedi ki, sən İrana keçməlisən. Orada beyin axını daha çox olub Azərbaycandan. Onları geri qaytarmaq üçün alimlərimizi, yazıçılarımızı nə qədər bacarsan geri qaytar, təbliğ elə, gətir bura Azərbaycana. O da 50-yə yaxın adamı Azərbaycana gətirib, ondan sonra Mircəfər Bağırov imkan verib ki, o Qazağın polis stansiyasında yerləşsin və ailə qursun, orada yeni pasportla yaşasın. Təşəkkür edirəm. Elə. Biz hal-hazırda babanızın Qubada məzarı var, eləmi? Bəli, bəli. Yəni gedib Şıxəli Baba Pirinin üstündə məzarı var. Anamın da onun yanında. 3 il bundan qabaq anam rəhmətə getdi. Allah rəhmət eləsin. 6 yaşında orada dəfn elədik. Maşallah. Amma 30 ilə yaxın mənim yanımda yaşayıb anam. Atam öləndən sonra. Yəni siz Sovet dövründə son dönəmlərə qədər yenə də o qorxu üst-üzdə qalıb da Qaçaq Mailin Bəli. əlaqə. Yəni kimiləri elə bilir ki, Stalin öləndən sonra hər şey güllük gülistanlıq olmuşdu. Yox.
Yox, Yəni bəs Xruşov zamanında əflər çıxırdı. O əflər sayəsində yəni ictimaiyyətdə bəziləri elə bir çox elə zənn eləyir ki, rahat şəkildə artıq hər kəs öz babasından, dədəsindən danışa bilirdi, onun qəhrəmanlığını tərifləyə bilirdi. Elə bir şey yox idi əlbəttə ki. Eyni əlbəttə yox idi. Bu Tanrıdan danışmaq nə günəcəndə, qədər. üzr istəyirəm Rauf bəy, Yox, estağfurullah. bu günəcəndə Qaçaq Mailin adı ikili formatda çəkilir. Yəni, məsələn, Türkiyədən gəldilər, Salam olsun. Ali Tofiq bəyin senarisi əsasında çox gözəl bir film hazırladılar. Azərbaycan hökuməti o filmi nümayiş elətdirməyə icazə vermədi. Çünki o dövrdə Sovet imperiyası var idi. İndi də kimdir onun dalıca düşən? Müstəqillik qazanandan sonra kimdir onun dalıca düşən? Anlayıram. Zaten bu Sovet dövrünün bəlalarından bir çox payı da elə dəyərli həyat yoldaşınız da alıb. Bildiyim qədərilə az çox bəhs eləmişdiniz. Ora keçəndə inşallah danışacaq. Qaçaq Mailin özü kimi bir də yəni məşhurlaşan, amma təəssüflər olsun ki, tez bir zaman içərisində şəhid olan bir oğlu da vardı, eləmi? Osman, Qaçaq Osman. Bəli, Osman, İbrahim. İbrahim öz əcəli ilə öldü, yenə danışmışam onun haqqında. Bir də Ömər. Osmanın balaları, həyat yoldaşı Osman xalq düşməni elan olunandan sonra demək Ayşə gəlin bacım, yəni daimin yoldaşı Rus Tatar qızı olub, Qori seminariyasını qutarıb, Zaqafqaziya çay fabrikinin, Tiflisdəki çay fabrikinin baş buxalterinin qızı olub. Qaçaq Mail onu bəyənib, ora gedəndə alıb oğlu Osmana. Osmangildə xalq düşməni elan olunanda vəsiyyət eləyib ki, Şamaxıya köçərsiz. 4 balası ilə Osman daimin arvadı demək o Şamaxı dağını aşıb bu üzə nə dağıdır o? Baba dağıdır da. Hə, aşıb bu üzə keçib 4-5 gün yol gəlib piyada 4 bala ilə. Şamlar yandıra-yandıra o xüsusi ağaclara sarınan yağ olurmuş. Gəlib Şamaxıda məscidin qırağında yatıb. Yatıb əzançı gəlib səhər-səhər axund gəlib ki, sən kimsən, burada yatmısan 4 uşaqla, deyib mən Qaçaq Mailin gəliniyim. Və o gündən bu günə bütün nəslimiz elə bil yerləşib orada, Şamaxıda. Bugün Qaçaq Mailin, bir də İbrahimin oğlanlarının ailəsi, nəvəsi, nəticəsi hamısı Şamaxıdadır. İndi hal-hazırda yaşayan ən yaşlı nümayəndələrindən kimlər qalıb? Bildiyimiz Qaçaq Mailin oğlan varmı? Bir daimin... Amma belə... Buyurun. Deyin. Sağ olun. Yox, belə biz sizin simanızı indi daha çox tanıyırıq. Keçən il mən daha çox tanıdım. Amma digər heç kim belə rastlıma gəlmədi, axtarıb araşdırdığımda bu mövzu ilə əlaqədar. Zaten videonu paylaşandan sonra kimsə baxıb, izləyib o şəkildə mənə ulaşırdı ki, mən nəvəsiyəm, mən nəticəsiyəm, mən babam bu, nənəm bu şəkildə. Sizin zaten TikTok hesabınız var idi deyə oradan o şəkildə tanışlıq oldu, yaxşı ki oldu. Maraqlı gəldi sadəcə ki, yaşayan oğlan tərəfdən kimlər qalıb, kimlər var hal-hazırda? Osman daimin törəmələri qalıb, qızları qalıb, oğlanları qalıb. Sonra İbrahim daimin oğlu Fəxri Zahirov qalıb.
O Sovet İttifaqı qəhrəmanı verəcəkdilər. Moskvaya məlumat getdi ki, bu Qaçaq Mailin nəvəsi sayılır. Ona imkan vermədilər. Birinci Dünya müharibəsində iştirak eləmişdi. Böyük qəhrəmanlıq göstərmişdi. Ümumiyyətlə, bu dəqiqə vəfadar daim nəvəsi oradadır. Elə bir neçə gün bundan qabaq da onlarda olduq. Daim qızının həyat yoldaşı vəfat eləmişdi. Daim qızı deyirəm. Allah rəhmət eylesin. Yəni daim nəvəsi. Ölənlər üzbəhiş. Bir ayağımız Şamaxıdadır da. Lap yaxşı ana. Qaçaq Mayıl da təəssüflər olsun ki, xəyanətə uğrayıb. Elə oğlu Qaçaq Osman da xəyanətə uğrayıb. Ümumiyyətlə, bütün qəhrəmanlarımızın ortaq xoşa gəlməyən qədərlərindən biri də o idi. Yəni ki, Sovetlər canhıraş çalışırdı ki, o vəhdəti pozsun. Bilirsiniz, belə deyək də, mənim anam həm kişi qeyrətli qadın idi, Seyrə Mail qızı. Şad olsun. Ruhu şad olsun. Qaçaq Mailin elə öz vəsiyyətinə görə yanında bastırmışıq. Amma həm qadın qeyrəti var idi, həm kişi qeyrəti var idi və sona qədər də arzu edirdi ki, Qaçaq Mail haqqında faktlar ortaya çıxsın. Və məni bir gün apardı Qubaya. Dedi ki, qızım, bura arxivə yol tap, Qaçaq Mailin arxivini tapaq. Demək, onun arxivi tapandan sonra mən adlarını çəkmək istəmirəm. Çünki onun o adamların törəmələri indicə xalq düşməni elan olunar ya onlara mənfi münasibət olar deyə demirəm. Çünki onların nə günahı var? Orada danoslar yazmışdılar babam haqqında, dayılarım haqqında, bibilər də. Təəccübləndirmir. Balalarım haqqında danosların hamısının şəklini çəkdim və götürdüm, gəldim. Bəli, Alazda Bu qədər arxivizdə. mənə ağır təsir elədi. Amma çox qəribədir ki, Sumqayıtdakı evimizdə, mən indi bağ evindəyəm, Sumqayıtdakı evimizdə o törəmələrin, o familiyanı daşıyanların demək, nəvəsi qonşum idi. Mən ona görə açmadım bu şeyi. O ehtimal ki, o bəlkə də bilmirəm, o gerçəyi bilmir, babasının elə bir ya da ki, hələ amma sizin o gerçəklə yaşamağınız, salam verməyiniz, hər hansı bir münasibət qurmağınız və yaxud da bəlkə də gəliş-gediş də olub. Yəni bu inanılmaz dərəcədə acı verici bir şeydir, həqiqətən. Yəni bu gerçəklə yaşamaq. Yəni insan bəlkə də deyərdi ki, görəsən harda partlayacam yəni. Hansı söhbətdə yəni ki, çünki o insan bəlkə də keçmişini... Onlarında da iştirak eləmişəm. Of. Yoldaşımla Xasay müəllim onda sağ idi. Bir yerdə getdik, iştirak elədik, çıxış elədik. Sonradan dedim ona ki, toydan sonra dedim ki, mən Qaçaq Mailin qız nəvəsiyəm. Seyrə xanım da mənimlə bir yaşayır. Gəlin oyuna görüşün. Gəldilər, görüşdülər. Anam deyirdi ki, bunları sən niyə buraxmısan evə? Deyirdim, ana, bunların nə günahı var? O qan düşmənçiliyi davam eləməməlidir axı. Düz. O uşaqların günahı yoxdur. Üzr istəyirəm ana. Belə günah var ki, mən indi videolar paylaşdığımda, məsəl üçün deyək ki, o donosçulardan hər hansı birisini paylaşıram. Kimlərsə də yazıblar, hansı akademik, yazıcı, onlarla əlaqədar məlumatlar paylaşıblar. O məlumatları da istifadə edirəm. Belə bir problem var. Yəni, məsəl üçün, mən 3 il bundan öncə Məmməd Əmin Rəsulzadəni satan kəndçinin adını vermişdim. Bütün nəvə, nəticə, kim varsa hamısı məni, o zaman İstanbuldaydım, məni təhdid eləyirdi ki, Azərbaycana gələrsən belə elə olar deyə. Dedim ki, yəni sənin baban əyri yolda, mən babam əyri yolda olsa, yəni ki, mən utanaram yəni o babanı müdafiə eləməyə də. Yəni demək ki, gör babası əyri yolda olanlar, gör nə qədər cürətkardır ki,
Yəni ki, düz yolda olanların səsi o qədər çıxmır, o qədər təbliğatını apara bilmirlər. Genetik yaddaş itmir axı. Ötürülür. 11 nəsil ötürülür. O da yəni demək ki, ya elə insanları bir şəkildə tale cəzalandıracaq, ya da ki, elə insanların maalesef ki, o yaşadığı şeyi üzünə vurmaq lazımdır. Bilməlidir, insanlar da bilməlidir. Kiminsə babası ilə durduq yerdə heç kimin işi gücü yoxdur. Amma əgər ortaq dəyərlərimiz, ortaq mədəniyyətimiz, bayrağımız, vətənimiz, dövlətimizlə əlaqədar biriləri bir problem çıxarıbsa, bu məni də ilgiləndirir, onu da ilgiləndirir, o birisini də ilgiləndirir. Yoxsa şəxsi olaraq zaten mən tanımıram elə bir insanı. Mənə belə baxanda heç bir pisliyi də olmuyor. Amma əgər mənim mədəniyyətimə pisliyi olubsa, onu dilləndirməliyim ki, ən azından gələcək nəsillər məlumatlansın. Ona görə şuurlansın yəni. Yoxsa hər kəs bir şəkildə bir maneə yaratmağa çalışır ki, yox, neyniyək, indi səhər gün, orta axşam hər kəsi tərifləyəkmi? Niyə tərifi haqq eləyəm? Məsəl üçün, niyə bugün indi elə keçək? Allah rəhmət eləsin, ruhu şad olsun. Yəni, hər kəsə nəsib olmaz 21 Martda anadan olmağa. Amma Xasay müəllimə Novruz bayramında anadan olma o şərəfi ona verib. Yəni, indi məsəl üçün Xasay müəllimi biz niyə tanımırıq? Niyə biz yaxud da əksik tanıyırıq? Niyə dərsliklərimizdə yoxdur? Niyə mən haradasa, məsələn, mən niyə elə Xasay müəllim kimi insan, niyə mən orta məktəbdə eşitməyim? Niyə ədəbiyyat kitabında görməyim? Niyə məsəl üçün bir siz şeiri daha yaxşı söyləyirsiniz, mənə şeir söyləmə qabiliyyətim yoxdur. Amma bir kuplet bir şey yazmışam, o qədər xoşuma gəldi ki, Xasay müəllimin Bəxtiyar müəllimə yazmışdı, deyəsən, Bəxtiyar adlı bir şeir şeyi var idi. Öz sözünü Dövran yaman sərt dedi. Siz onu əzbərə bilirsiniz, ana? Yadlar iki yurt dedi. Meşəmizi öz içindən qurt yedi. Palı sundu, çinar açdı Bəxtiyar. Gözlərində bu nə yaşdı Bəxtiyar. 88-ci ildə Bəxtiyar Vahabzadə televiziyada çıxış eləyəndə ağladı. O qərbi Azərbaycandan qaçqınlar ki gəldi, qulaqları kəsilmiş, bədənləri deşilmiş, nə vəziyyətdə, həmin onda ağladı. Və Bəxtiyara müraciətən Xasay müəllim o şeiri yazdı. Özü də çox gözəl dost idilər. Dost idilər. İndi o dostluğun yaranması, sizin üzr istəyirəm, həyat yoldaşınızla Bəxtiyar müəllim vasitəsilə tanışlığınız, yəni orada çox belə xoş, romantik hekayələr var. Yəni biz, məsələn, mən sizin səhifənizə girəndə həqiqətən həyat yoldaşınıza qarşı olan o hörmət, o izzət, o məhəbbət, yəni onu heyran qalmamaq mümkün deyil. Yəni bizim əslində xəyallarımızda qurub da bir türlü çata bilmədiyimiz münasibətlərdir. Yəni çünki artıq örnək alacağımız yaşlılar da, böyüklərimiz də qalmayıb ki, yəni ki bu insanın həyat hekayəsinə baxaraq ya da ki gördüyümüzdə o çox bizə məsuliyyətli gəlir. İndi sizi izlədiyimizdə, sizin həyat hekayənizə baxdığımızda Allah rəhmət eləsin, yoldaşınızla olan, ona qarşı olan hörmətinizə baxdığında çox məsuliyyətli gəlir. Biz bu məsuliyyəti idrak edib bunu həyatımıza tətbiq edə bilmərik deyirik. Çünki bu həqiqətən çox, amma bunu yaşayaraq, yəni qarşılıqlı yaşayaraq bunu siz göstərmişsiniz, hələ göstərməyə də davam edirsiniz. Bundan sonra demək olar ki, Rauf bəy, ölümündən sonra onun 19 əsərini buraxdırmışam, özdə seçilmiş əsərləri. Sizin təşəbbüsünüzdür. Əsərlərində şeyləmişik. Amma bəstəsini gözləyən mahnılar var, nəğmələr var. Uşaqlara söz hədiyyəsi var. Yəni onu əsərlərinin, əlyazmalarının 11 böyük qutu, yeşik əlyazmaları qalıb. Onların hamısına Allah mənə ömür versin. Amin. Artıq kompüterdə də yığmışam, həmişə də özüm yığıram, özüm bölürəm. Böyüklərdən də Xasay müəllimi vaxtı ilə saymayan, tanımaq istəməyən, görməzdən gələn adamlara ön sözləri yazdırıram. Onların iki sifətini
Sovet dövrü sifətini və müstəqillik sifətini göstərməklə. Nə hiss eləyirlər görəsən? Bilirsiniz, o qədər gözəl sözlər yazırlar ki. Öyrəşiblər də. Öyrəşiblər də. Öyrəşiblər. Bu bir, ikincisi də övladlarım Xasay müəllimin tərbiyəsini gördülər. Ailə müşavirəsi oldu hər bazar günü. Həmişə hamının səhvlərini üzünə dedik. Bir-birimizi qarşılıqlı tənqid elədik və o uşaqlar da böyük vəzifələrdədir. Və bugün də görürlər ki, Xasay Cahangirovun övladları böyük vəzifələrdədir. Yüksək, mən deyərdim ki, vəzifəli oğulların anasıyam. Həm döyüş veteranıyam, həm döyüş iştirakçısıyam, həm o naşirəm. Xasay müəllimin həm tənqidçisi, həm naşiriyəm, həm yenə deyə korrektoruyam, hər şey demək olar, həm redaktoruyam. Yəni onu yaşadıram. Bax, bugün mən sizə nəyi göstərə bilərəm? Qoy göstərim. Buyur ana. Hər gün mən, bax, Xasay müəllimin şəklini gördünüz, eləmi? Bəli, bəli. Amma indi Xasay müəllimin, bax, bu barnerinə baxın. Bax, odur, kölgəsində də mənəm. Mən özümü güclü şair deyib adlandırmıram. Çünki Xasay müəllimdən sonra, Xasay müəllimin o iki böyük, möhtəşəm əsərlərini oxuyandan sonra filoloq dilçiyəm də, 50 ilin belə deyək, müəllimiyəm. İnanın ki, mən ondan sonra çəməni bəzəyən çiçəklər kimi hesab eləyirəm bütün şairləri. 99% şairləri. Tək-tük şair var ki, mən onları şair hesab eləyirəm. Eyni zamanda Xasay Cahangirovda. Belə. Nə deyim? Bizə sıfır nöqtəsinə gəlsək Xasay müəllimlə tanışlığınıza. Çünki keçən il bəhs etdiyinizdə çox gözəl olardı. Bilirsiniz, sizi dinləyirik. Bəxtiyar Vahabzadənin ünvanına Azərbaycan qəzetinə bir məktub göndərdim. Gələn dəfə o məktubu tapıb burada nümayiş elətdirə bilərəm. Bəxtiyar müəllimin öz məktubdur. Demək olar ki, mən ona məktub göndərdim və onun etiraf poemasını başdan ayağa artıq 16 yaşımda əzbər bilirdim. Çox sevdiyim şair idi. Özü də zamanı çox-çox önləyən şairlərdən biri idi. Demək olar ki, telefon nömrəmi də yazmışdım. Zəng oldu və mən onlara getdim. Demək, rəhmətlik həyat yoldaşı idi, mən idim. Sonra Azər İsfəndiyar idi evdə, Gülzar xanım idi evdə. Onda uşaq idilər, mən də cavan idim, uşaq idim. Və mən ora getdim, bir gündəliyimi, 16 gündəliyim var da, 16 yaşımdan yazıram. O gündəlikdən birini də apardım və şeirlər dəftərimi də apardım. Bəxtiyar müəllim şeirə qulaq asanda əlim belə gözünə tutur, üzünə. Qulaq asır diqqətlə də. Şeirlərimə qulaq asdı və mənə dedi ki, qızım, sən şöhrət tapacaqsın, amma yataqlardan yataqlara, otaqlardan otaqlara keçə-keçə. Sənə məsləhət görmürəm. Ümumiyyətlə Bakını unut. Get Sumqayıtda, bilir də Sumqayıtdan məktub yazmışdım onu.
Mənim dostum var, Xasay Cahangirov. Get onun yanına, şeirləri o dərc eləyəcək, o baxacaq, o deyəcək. Çünki o elə bir adamdır ki, nə bilim, tərif deməyəcək çöhrənə. Səni görüşə çağırmayacaq. Çox namuslu bir insandır, jurnalistdir, özü də gözəl şairdir. Sumqayıtdan gələn səslər ədəbi məclisinin də üzvüdür, rəhbəridir. Xasay müəllimin yanına gəldim. Demə, mənim talihimi göndərirmiş onu. Və mən bir kəlmə də demədim ki, Bəxtiyar müəllim məni göndərib. İnanın. Və mən şeirlərimi verdim. Dedim ki, gündəlikdə buradadır, şeir də buradadır. Çox istəyərdim ki, baxasınız. Heç nə demədim. Çünki mən addan istifadə edən olmamışam ömrü boyu. Xasay müəllim üzümə də baxmadı. Özü çox yaraşıqlı bir kişi idi. İnanın, ona uzaqdan səcdə eləyirdim. Dedi ki, 1-2-3 gündən sonra gələrsiniz yanıma, ya da zəng eləyərsiniz. Nömrəni yazdı, verdi. Üzümə də baxmır ha. Nömrəni yazdı, verdi ki, bu zəng eləyərsiniz. Hazırdırsa məsələ. Ya həlsin, ya yoxsun, telefonla deyərəm. Sonra 3 gün keçdi, 4 gün keçdi, zəng elədim buna. Dedi ki, xahiş edirəm, bura gəlin. Və mən gedən kimi o qədər doluxsundu, durdu ki, indi baxdı başdan ayağa mənə. O gündəliyimi oxuyandan sonra şəxsi hisslərimi oraya yazmışdım, həyatımı oraya yazmışdım və o şeirləri oxuyandan sonra mənə bilirsiniz nə dedi? Mən istəmirəm də o şeylərə qayıdaq. Elə mən onu dedim ki, ayağa durdum, dedim Xasay müəllim, bunun üçün mən gəlməmişdim. Çox xahiş edirəm, bağışlayın, dəftərləri götürdüm burada. Demək, avqustun 20-sində getmişdim ora, 1979-cu ildə. Siz inanın ki, avqustun 20-si də vəfat elədi. Yəni 2017-ci ildə. 35 il. Yoxsa ölənləriz 5. Ondan sonra artıq tez-tez mənə zəng eləyirdi iş yerimə. Mən onda uşaq bağçasında işləyirdim. Dəvət eləyirdi ədəbi məclisinə. Mən həftədə bir dəfə şənbə günləri onun ədəbi məclisində olurdum. Və ən sonda mənə söz verirdi. Deyirdi, indi şeir dinləyək. O qədər də xoşuna gəlir. Ondan sonra da evləndik. Allah, nə gözəl. Yəni Bəxtiyar Vahabzadə kimi bir şairin... Ondan sonra dedim ki, Bəxtiyar Vahabzadə göndərmişdin. Amma bir tərəfdən də gözəl olub. Yəni elə bil ki, siz öz hörmətini, izzətini görə sizə davranış sərgiləyir. Amma Bəxtiyar müəllim dəvət elədi bizi evinə. Getdik və dedi ki, nəhayət ki, üzük öz qaşını tapdı. Demək ki, Xasay müəllimlə əlaqədar bir gözləntisi də var imiş. Yəni tam özü kimi birisini tapma niyyəti də, arzusu da var imiş Bəxtiyar müəllimin. Dəfələrlə Bəxtiyar müəllim haqqında 6-7 şeiri var. Onları çap elətdirirdim Bakıda. Aparırdım, verirdim. Hər dəfə də zəng eləyirdi Bəxtiyar müəllim, Xasay müəllimə saatlarla danışırdılar. Evimizdə Bakı telefonu var axı. Həmişə danışırdılar. Sonradan Xasay müəllimlə əlaqədar Sovet dönəmində müəyyən problemlər yaranmışdı. Sizin bununla əlaqədar bəhs edə biləcəyiniz əhvalatlar varmı bizə? Yəni, nə idi o problemlər, nə olmuşdu, nələr yaşandı, niyə əngəlləməyə çalışırdılar, məsəl üçün? Bu arada çox özür istəyirəm, şeyə keçmədən öncə, Bəxtiyar müəllimin sizi
etik və əxlaqi olaraq orada bir xəbərdarlıq etməsi belə Sovet dövründə heç də bəzi şeylərin göründüyü kimi çox etik, əxlaqi, güllük, gülistanlıq, hamı bir-birini əzizləyir, sevir, hörmət, izzət, yaşlılar belə, yəni hələ ən ziyalı təbəqədir, hələ ən başı göstərir. Yəni bu belə arxada çevrilən çirkin işlərindən xalqın heç birinin xəbərinin olmaması. İndi hal-hazırda sizin kimi ziyalılardan biz bunu daha dəqiq şəkildə öyrənirik. Bunu bilməyimiz lazımdır. Yəni indi ona görə bu belə qan dondurucu şeylərdir. Yəni Allah ruhunu şad eləsin Bəxtiyar müəllimin. Xasay müəllim kimi insanların sayəsində, Bəxtiyar müəllim kimi insanların sayəsində əslində o hörmət, izzət, bir əxlaq, bir ədəb yaşayıb qalıb yəni. Bilirsiniz Rauf bəy, Buyurun ana. Xasay müəllim şeir kitabını apardı ona. O şeir kitabını da Ağəddin, rəhmətlik Ağəddin Mansurzadə, şair, jurnalist Ağəddin Mansurzadə buraxdırmışdı. Belə deyək, bəzi adamların köməyi ilə o vaxtı mümkün deyildi buraxdırmaq da, çətin idi. Demək olar ki, buraxdırdı. Sonra bizi dəvət eləyəndə evinə Bəxtiyar müəllim, biz gedəndə bilirsiniz hansı söz işlətdi? O qədər mənə ləzzət elədi və gözümdən yaş süzüldü. Dedi, sən dəfələrlə Xasay müəllim sənə təklif eləmişəm ki, gəl Bakıda sənə iş düzəldim. Bakıda işlə. Yazıçılar İttifaqında işlə, jurnallarda işlə, qəzetlərdə işlə. Sən niyə oranı tərk eləyib gəlmirsən? Axı sən özünə qarşı böyük cinayət işlədirsən. Sən mənim ustadım ola biləcək səviyyədə şairsən. Bu sözdən ağladım. İndi də gözlərim dolur. Xasay müəllim rüşvət almırdı. Heç vaxt. Əgər üçüncü katib var idi burada, arvadı erməni idi. 88-ci il idi. Təəccübləndim. Katiblərin bütün, demək, Sumqayıt hadisələri hələ baş verməmişdi. Demək, bütün katiblərin çıxışlarını Xasay müəllim yazırdı Sumqayıt qəzetində, redaksiyada. Özü şeyləyirdi, yazırdı, yaxud da tezisləri göndərirdilər, onun üzərində işləyirdi, o mətni düzəldirdi, aparırdı, verirdi ora. Elə bil ki, o üçüncü katib icra başçısından sonra ikinci və üçüncü adam sayılır da. Arvadı erməni olan adam qayıdıb ki, Xasay müəllimin nəysə kimisə tapşırıb, Xasay müəllim də qayıdıb ki, ola bilməz. Heç vaxt o ola bilməz ki, mən kimdənsə nəsə alım, ya kiminsə sözü ilə mən nəsə eləyim. Sən bir özünə bax, Filənkəs müəllim, özünə bax, sən gör kimin, hansı millətin arvadını almısan və o hazırda hansı xidmətdədir. Götürüb ayağa durub, həmin o mətni stolun üstündən götürüb, təzədəndən, həmin üçüncü katibin stolunun üstündən götürüb, tikə-tikə doğrayıb, töküb yerə çıxıb. Ki, katibə bunu deyərsiniz. Vəssalam. Yəni, o söhbətləri mən burada danışmaq istəmirəm. Yəni, açıq-saçıq demək istəmirəm. Amma Xasay müəllim həqiqətən də heç kimə yanında gözü kölgəli olmayıb. 5 jurnalistdən, Respublikamızdakı 5 jurnalistdən biri olub.
Bu bir. İkincisi, o dövrü Sovet İttifaqı Komünist Partiyasının üzvü idi. Üzvü olmayan redaksiyada işləyə bilməzdi. Bu bir. İkincisi, SSR Jurnalistlər İttifaqının üzvü idi öz yerində. Amma belə deyək ki, Xasay müəllim ümumiyyətlə heç kimin nə mərgimazarlıq eləməzdi kiməsə, sifarişlə, kiminsə şeyinə deyir, daş atmazdı. O elə bir adam değildi. Özü də həmişə düz yol gedərdi. Deyir ki, bir şair bugün layiq olmayanlar Yazıçılar İttifaqının üzvüdür də, düzdürmü? Hətta şəhid anası tanıyıram ki, ailəsindən xəbəri olmayıb, o uşağın böyüməyindən xəbəri olmayıb, amma tanıdığım bir adamdan bir kitab, şeir alıb, Yazıçılar İttifaqının üzvüdür, orada da təqdimatı keçirilib. Onların hamısını qoyuram bir qırağa. Yəni, o qədər sözüm var ürəyimdə. Siz yaxşı ki, bugün məni qoşdunuz. Yaxşı ki, danışdım. Xasay müəllim haqqında nə deyəcəm? Buyurun, O Anas. dəfələrlə dəvət olunmuşdu Bakıya. Hətta ASTV-də müdür mavini yeri də boş idi. BBC oğlu orada sədr idi. Deyirdi, gəl, deyirdi, mən dönə bilmərəm Sumqayıtdan. Çünki 57-ci ildən buradayam. Qubadlıdan köçmüşdü, gəlmişdi, 57-ci ildən buradadır. Demək olar ki, 35 ildən yuxarı Sumqayıtdan gələn səslər Ədəbi Məclisinin rəhbəri olub. Ondan sonra Sumqayıt qəzetində də bir məqaləsi ilə şöbə müdürü təyin olunub, sonuna qədər də böyümək istəmədi. Çünki heç kimin sözünü eşitmək istəmirdi. Məsələn, arxivində baxıram, elə adamların məktubları var ki, dəhşətə gələrsiniz ki, o adamlar nə xahiş eləyir? Övladım filankəs gələcək, ona filan yerdə iş təşkil elə. Hörmətlə filankəs. Amma Xasay müəllim onun müqabilində o böyük adamlara yazmırdı ki, siz də məni burada tanıdın. Bir fakt deyəcəm sizə. Yazıçılar İttifaqı onda başqa binadaydı. Xasay müəllim də Ədəbi Məclisinin rəhbəridirmi Sumqayıtda? 35 il, 36 il də təxminən olub. Mən də orada olmuşam. Böyük, bugün Respublikada tanınan adamlar da orada olub. Və Xasay müəllimin imzası ilə zəmanət alırdılar. Yazırdı, zəmanət axırında da qol çəkirdi. Özü də mənə sual verirdi ki, gör 3 dəfədir sənədimi itiriblər, güya, Yazıçılar İttifaqında. Amma məndən zəmanət istəyir bu adam. Bağımıza gəlirdi, zəmanət yazırdı. Zəmanət yazırdı bağımızda, həmin adamlara zəmanət yazırdı. Arifə adlı indi bir qadın işləyir Yazıçılar İttifaqında, yaşadı olub. Mən ona dönə-dönə minnətdaram. Demək, köçə-köçdə, Yazıçılar İttifaqı köçə-köçdə, bu da düşüb zirzəmiyə, görüb orada Xasay müəllimin 3 qovluğu var. Hər qovluqda da onun əsərləri, filanları, ərizəsi və səs çoxluğu ilə, protokolla qəbul olunub 30 ildə 3 dəfə üzv qəbul olunub. Hansısa Mərgüm Azarın indi adını çəkmək istəmirəm, çünki o haqq dünyadadır.
biz nahaq dünyadayıq. Onun sifarişi ilə Xasay müəllimi görməzdən gəlib padvala atıblar, zirzəmiyə atıblar o şeyləri. 88-ci ildən Xasay müəllimə sonuncu üzv verdi həmin Arifə xanım. O qəbul komissiyasının sədri idi o vaxtı. Ərifə deyirlər, Arifədir ancaq. Yəni getdim ona nə qədər ağladım, təşəkkür elədim ki, Xasay müəllimdən zəmanət istəyirdilər. Bilirlərmiş ki, oradakı mühüm adamlar bilirlərmiş ki, Xasay müəllim üzvüdür. Amma ora atırlar, deyirdilər ki, zirzəmidə Xasay müəllimin papkası yoxdur, papkan itbat olub. Bugün xalq şairi olan filənkəs Xasay müəllimin kitablarını da, mənim əsərlərimi də aparırdıq. Orada oxuyurdular. Ondan sonra rəy yazırdılar, çapa gedirdi. O vaxtda elə idi. İndi istənilən nəşriyyatda çap elətdirə bilərsən. Pulunu ödə, çap elə. Amma həmin o xalq şairi oxudu, Yaşlılar İttifaqında işləyirdi. Oxudu, dedi Xasay müəllim. Bəxtiyar Vahabzadə Məmməd Arazla birdir, bəlkə də ondan da yüksəkdir əsərlərin. Ancaq çap eləyə bilmərik də. Belə sifariş var ki, çap olunmaz. İndi həmin adam xalq şairidir. Hansı ki, Xasay müəllimdən zəif yazır. Həyatdır da. Əslində bir sistemin çürüklüyünü tək bir şeydən anlamaq olar. Şərəfli, ləyaqətli olmaq bəs eləyir. Şərəfli və ləyaqətli duruşun olduğunda o sistemin nə qədər çürük olduğunu anlayırsan. Yəni geri qalan ağız dolusu tərifləyənləri də bilirsən ki, hansı tərəfin, hansı şeyin insanlarıdır. İndi bayaq dediniz ki, o şeylər, o donosçuluq genetik olduğu kimi, bu şərəf və ləyaqət də əlbəttə genetik olaraq davam eləyir. Eyni zamanda onların qarşılaşdığı problemlər də eyni problemlərdir. Bugün məsələn, yəni siz də həmçinin bənzər problemlər yaşamısınız həyatınızda Xasay müəllimdən sonra. Yəni adətən bir Tomiris kimi döyüşürsünüz ona. Yəni və görürəm ki, heç qılıcı qətiyyən bir anlıq olsa belə bir boşluğunuz yoxdur yəni. Heç bir zaman qəflətə düşmürsünüz. Bu mükəmməl bir şeydir. Çünki biz o döyüşkən anaları tarixlərdə necə deyim, qarşımıza çıxır. Amma bizim gənclər də bilməlidir ki, Tomiris kimi qadınlarımız, Sara Xatun kimi qadınlarımız yaşayır. Yəni ola ki, bəlkə biz səslərini eşitməyə bilərik. Çünki başqa səslərdədir qulaqlarımız. Ondan dolayı o səslərlə qulaqlarımız dolduğu üçün həqiqətin səsini eşidə bilmirik. Ona görə sizi çox istəyirəm ki, daha çox tanısınlar, daha çox dinləsinlər, daha çox eşitsinlər. Yəni mən əminəm ki, mənim kimi digər izləyicilər də can qulağı ilə sizi dinləyir və onlara nə qədər ləzzət eləyir. Belə bir insan, hələ məsəl üçün belə bir sosial media məcrasında sizin kimi insanları görmək, elə bir ki, o susamış insanların suyu görməsi kimi bir şeydir. Ona görə Allah sizə can sağlığı, uzun ömür versin. Məncə Xasay müəllimlə söyləyəcəyiniz elə daha var yəni. Buyurun. Əlbəttə var. Yeni Azərbaycan Partiyası yaradılanda Sumqayıtda da yaradıldı. O vaxtın, belə deyək də, o vaxtı Xasay müəllimin yaxın qohumu, anasının əmisi oğlu, professor, akademiyanın müxbir üzvü Əskər Abdullayev. Neft Kim Avtomat deyilirdi, neft üzrə institut var idi, oranın rektoru idi. Və onu işdən çıxartdılar, hansı ki o Yeni Azərbaycan Partiyasını yaradırdı Sumqayıtda.
Sumqayıt şöbəsini yaradırdı və o Neçənci il deyirdi ana? Sual verdilər, ona görə soruşum dedim. neçənci il idi yadımda deyil, amma onu bilirəm ki, Yeni Azərbaycan Partiyası yarandaydı. Ha, tamam, ilk başları, tamam. Hə. Əskər Abdullayev rəhmətlik bağda qonşumuz idi və həmişə də eyni sualı verirdi mənə. Gedib onun bütün işlərini, yeməyini, çörəyini, paltarını, hamısını sahmanlayırdım bir atam kimi. Həmişə də eyni sualı verirdi ki, bu zamana nə oldu ki, belə oldu? Mən qaldım qıraqda, amma filənkəs partiyanın sədri oldu. Dedim, eybi yoxdur. Əskər müəllim, dözün. Axırı yaxşı olacaq. Nə deyim? Nəysə, o özü güllələdi. Özü də dedi ki, güllə səsi eşidəndə gələrsiz. Dedim, niyə? Dedi ki, oğrular zad olur da bağda. Amma özünü güllələmişdi. Sözüm onda deyil. Onu gördük. Elə bil ki, alt paltarında tullamışdılar bir samasvalt maşının yerinə. Altına, üstünə də heç nə qoyulmamışdı. Elə taqqatarakla apardılar. Qasay müəllim ona şeir yazdı. Çox pis təsir elədi ona. Özü də onun da qardaşları böyük vəzifədə idi. Sözüm onda deyil. O da bir təsir elədi Qasay müəllimə. Son 15 ildə 13 dəfə əməliyyat elətdirdik Qasay müəllimi. 13 dəfə. Gözləri tutulub. Mənə demir ki, gözüm tutulub. Elə bil, Məmməd Aslan gəldi, dərədən, təpədən verdisin çəkməyə. Gələnlər çox idi. Elə hesab eləyin ki, orada 3-cü katib var idi, 2-ci katib, ideologiya üzrə. Xanımdır, Allah rəhmət eləsin, rəhmətə gedib, Allah günahlarını bağışlasın. Qasay müəllimin əlindən o ədəbi məclisi aldı. İşdən də 60 yaşı var idi, işdən də çıxartdırdı. Çünki elə bir dövr idi ki, 90-cı illər idi də. 90-cı illərdə də Qaranquş dəstəsi gəldi, Qaranquş Qubadlı dəstəsi gəldi bağa. Və Qasay müəllimə təklif elədilər ki, bizi tərif elə, belə elə. Nəysə, Qasay müəllim ona razılaşmadı. Razılaşmayandan sonra bunlar belə hərəkət elədilər. Qasay müəllim çəkildi bağa. Elə 92-də bağda yaşayırıq, bugünə qədər də Qasay müəllimin bağını tərk eləyəmirəm. 3 övladım, 3-ü də bilirsən, biri son 5-lik Qasay Qasayoğlu Xankəndidədir, administrasiyada, digərləri Dərsvədədir, Bakıda. İlk oğlum da Elbrusum. Birinci, ölənlərin behişt, birinci Qarabağ müharibəsinin qazisi idi. Askollar var idi. Həm ayaqlarında, həm beynində. 4 ildir rəhmətə gedib. Sentyabr ayında. Ölənlər behişt olsun. Sözüm nəyə gətirirdim? Həmin onda demək olar ki, Qasay müəllimi çıxartdılar, 92-dən də bağdayıq. Elə bilirəm ki, buradan başqa yerə getsəm, ona xəyanət eləmiş oluram. Bax, o dərəcədə o bağı da sevirdim. Məmməd Aslan gələndə lalələri açmışdı. Kəlbəcər lalələri açmışdı. Bax, belə əllərin boyda, iri-iri. Və dedim, elə bu bağdaca müsahibə götürüm Qasay müəllimlə.
Mən dinləyicilərdən çox xahiş eləyərdim ki, həmin müsahibənin 3 saatlıq kaseti TikTokda bir oğlan çıxdı qabağıma, yazdı ki, mən sizə kömək eləyərəm həmin kaseti əldə etməyi. Məmməd Aslan 3 saat suallar verdi, şeirlər dinlədi. Dərədən təpədən verilişində Xasay müəllimi işıqlandırmağa. Xasay müəllimin sonunda sonuncu sözü bir bənd şeir oldu. Dedi, Xasay, üzün uğdan bəri məddah gördüm şairləri. Məhv etmədim böyükləri. Mən də belə bir şairəm. Of. Hə, ondan sonra Məmməd Aslan bilirsiniz çay çörək yeyəndə nə dedi? Dedi, Xasay müəllim, mən bu kaseti evimdə saxlayacağam, bunu vermək olmaz verilişə. Çünki burada elə mətləblərə toxunmusan ki, məmurların hamısına toxunmusan da. Hekayələrinin birində rüşvət alan məmuru elə obrazla verir ki, sübut eləyir ona ki, sən kişi deyilsən də, balaca bir hekayədə. Hekayələr də yazıb, povestlər də yazıb, dram da yazıb. Ondan sonra nəsrlə böyük, məsələn, Güləmbər və Yetim İbrahim nağılı dastandır da güya. Amma o nağılı elə bir qəribə yazıb ki, mən ondan sonra onun böyüklüyünü, elə Bəxtiyar Vacidə onun böyüklüyünü təsdiq elədi. Yəni, Xasay müəllim ümumiyyətlə Azərbaycan ədəbiyyatında ona ağlayan ana lazımdır. Mən düşünürəm ki, Azərbaycan ədəbiyyatında elə bir incini gizləyiblər ki, Ofeliya Babayeva şairə deyir ki, Sumqayıtda yaşayır, dağlıdır. Müşfiqin anım günündə həmişə onun qəbri evində olur da, qəbri olmasa da. Deyir ki, sağlığında öləndən sonra da ona xalq şairi adı verilməlidir. Xasay müəllimin o yubileyində də çıxış elədi. Dedi ki, Xasay Cahangirova xalq şairi titulu verilməlidir. Həmişə deyir. Siz zaten bunun mübarizəsini aparırsınız. İnanırsınız ki, ancaq o əsərləri çap eləməklə, onların təqdimatını keçirməklə, ancaq onu ilə təskinlik tapıram. Düz deyim, mübarizə aparıram. Ad günündə yazıram Yazıçılar İttifaqına ki, Xasay müəllimin ayın 21 martda ad günüdür. Ya 21 martda yubileyidir, filandır, ya ölən günüdür. Məcbur eləyirəm. İnanın ki, məcbur eləyirəm. 3 təşkilat eləyib. 3 təşkilat. Jurnalistlər İttifaqı, Qubadlı Regional Bölməsinin Yazıçılar İttifaqı, Sumqayıt Yazıçılar İttifaqı da şöbələri. Üçü də müraciət eləyib icra başçısına ki, Xasay Cahangirovun heç olmasa adını əbədiləşdirək də bu ömrünü, gününü Sumqayıta bağışlayıb. Ona görə də küçələrdən birinə heç olmasa adı verilsin. Elə bir rol oynayıblar, o ikili rol oynayanlar ki, o ad verilmir. Nə bilim, Xasay müəllimin bir kitabı da var. Təzə kitabı. Buyur ana, buyur. Buyur ana. Dostlar, suallarınızı ya da ki yazdığınız rəyləri anamızın sözünü kəsməmək üçün oxuya bilmirəm. Bundan dolayı üzürlü sayın. O Sumqayıt poemasıdır. Sumqayıt haqqında nəğmələr buradadır. Özü də əmək qəhrəmanlarının şəkillərinəcən tapmışam muzeylərdən. O əmək qəhrəmanlarının demək hər biri haqqında əsərlər, hissələr yazılıb. O hissələri o Sumqayıt poemasına mən yerləşdirmişəm. Bir də
Sumqayıtın 49-cu da Zərifə Həsənova, Zəminə Həsənova. Sonra Sumqayıtın muzeydən götürmüşəm Sumqayıt statusu verilməsi günü. Demək olar ki, bütün şəhərlər 6 kimya zavodu var idi də Sumqayıtda. Onlara mənzum oçerklər, satirik oçerklər, hamısı Xasay müəllimdə görünüb. Yəni Sumqayıt poeması ümumiyyətlə Təşəkkürlər Azərbaycan. Ofeliya Babayevanın imzasıdır. O Sevil cəmiyyətinin də sədri idi. Ofeliya xanımın imzası şəkili. Ümumiyyətlə, nə bilim, bir şey demək istəyirəm Xasay müəllimin. Buyur anam. O şeiri demək olar ki, Naxçıvanda da oxunub, Muğamda, Sumqayıtda da oxunub, həmişə deyilib. Uyma bu dünyanın etibarına, əvvəli, axırı yalan dünyadır. Güvənmə heç zaman onun varına, bir gün verdiyini alan dünyadır. Heç kimin yolunda dönmə əngələ, keçər ayağına qurduğun tələ, çapma köhlənini belədən belə, atlını atından salan dünyadır. Qismət bölgüsünü aparar səssiz, kimi şən yaşayar, kimi fərəhsiz, fağıra zalimdir, yoxsula xəsiz, varlıya həmişə kalan dünyadır. Hanı gəncliyimin o şuxcaqları, alardım çiynimə ağır dağları, soldu həyatımın yaşıl bağları, bilmədim axırı talan dünyadır. Bəzən bir qocanı o gənc eyləyib, cavanı qocaldıb, iyrənc eyləyib, ən kamil adamı gülünc eyləyib, dalınca min hava çalan dünyadır. Ucalda qaldırıb bizi, məqamda, macalda soldurub bizi. Qocalda öldürüb bizi, gəncləşə qalan dünyada. Amma o xalq şairi Yazıçılar İttifaqında Xasay müəllimin digər bir şeiri, satirik şeiri Heyvanların Beynəlxalq Konqresi. Elə ona görə də qadağa qoymuşdular Xasay müəllimin əsərlərinin çap olunmağına. 4 kitabı çıxmışdı, 50 qram çəkisində, bambalaca. Heyvanların Beynəlxalq Konqresində şirə məlum deyil. Ana, ona keçmədən öncə üzr istəyirəm. Bir nəfər o sizin oxuduğunuz şeirlə əlaqədar soruşub ki, bu şeir Papak filmində səsləndiriləndir, deyir. Yox. Daha, o deyil, tamam. Hə. Buyurun. Şirə məlum deyildi vəhşilərin sifəti. Bunun üçün vəhşilərdən ibarət nümayəndə heyəti yığıldı bir meşədə Beynəlxalq Konqresə. 3 məruzə söylədi qoca şir bir nəfəsə. Əlavə məruzə ilə kürsüyə qalxdı çaqqal. Məclisə göz gəzdirib verdi belə bir sual. Kimdə neçə sifət var? Ayı dedi, danmıram, hamı kimi qanmıram. Etiraf etdi tülkü, yaltaqlıqdır mənimki. İlan öz sancmağından danışdı dönə-dönə. Pələng dedi, igidli qismət olubdu mənə. Qəzəblənib qoca şir, sizə ar olsun dedi. Sizcə bütün vəhşilər indi xar olsun dedi. Siz vəhşi deyilsiniz, qoyunsunuz sadəcə. Vəhşilərin adını batırdınız gör necə. Heç olmasa insandan gedin ibrət götürün. Hərəsinin neçə min sifəti var bir görün. Siz vəhşi deyilsiniz, qoyunsunuz sadəcə. Vəhşilərin adını batırdınız gör necə. Münsiflər heyətində şir qaldı yana-yana, birincilik verildi çox sifətli insana. Bax, bu şeirinə görə Xasay müəllimin
xalq şairi kitabını çap elədi. Dedi ki, yuxarıdan belə tapşırılıb. Xasay müəllim George Orwell'ın 1984 əsəri kimi bir əsər, yəni bizim üçün ondan daha dəyərlidir Xasay müəllimin indi hal-hazırda yazdığı. Təbii ki, yəni sistemi belə, o zamanki sistemi belə kökündən vuran bir insanı əlbəttə ki, əngəlləyəcəkdilər yəni. Bir də şeiri var idi, deyirdi ki, sözlə deyəcəm, deyirsiniz ki, paltar yuyan maşın çıxıb, əməyimiz yüngülləşib, filan şey çıxıb, çantamız da yüngülləşib, çünki ərzağı azalırıq. O şeirindən hapis qoyulmuşdu. Biz Sualları hal-hazırda bəs versələr nə olardı? sualları? Hə, suallardan oxuyum sizə. Mən sizi kəsmək istəmirəm, onun üçün heç suallara da baxa bilmirəm. Bu YouTube məsələsi ilə əlaqədar YouTube-umu bağlayıblar, ona görə YouTube-u təzkir açmağa vaxt tapa bilmədim. Amma Xasay müəllimin bu arada o sual verilməyib, mənim ağlımda olan sualdır. Hal-hazırda hər hansı bir şeirinə musiqi, bəlkə bilmədiyimiz, sözləri ona aid olan bir musiqimiz varmı? Bəli, var. Demək ki, sözləri ona aid olan Sumqayıt qəzetində özü çap elətdirmişdi, həmin nota ilə, notlarla həmin şeiri. Sabah tapıb göstərərəm sizə. Amma bəstəsini gözləyən nəğmələri çoxdur. Sevgi nəğmələri. Müraciət eləyən yoxdur bundan əlaqədar heç. Müğənnilərimiz haralarlı orada-burada axtararkən niyə Xasay müəllimin şeirlərinə baş vura bilmirlər? Yəqin ki, tanımırlar Xasay müəllimi. Zaman keçdikcə tanımırlar. Yəni hələ də bir Çin kitabını buraxdırandan sonra bəstəsini gözləyən nəğmələr adlı şeirlər kitabı buraxdıracağam. Yəqin ki, 1-2 aya hazır olacaq. Yəqin ki, ondan sonra təqdimatdan sonra yəqin ki, bəstəkarları dəvət edəcəm. Yəqin ki, də olacaq. Siz hər ay, üzr istəyirəm, hər ay demişəm. Hər il Xasay müəllimin bir anım gününü, keçən il mən də qatılmışdım ona, çox da sevinmişdim. Bunu siz özünüz təşkil edirsiniz, ana? Bəli, inadla xahiş elədim. Qubadlının icra başçısının müavininə də zəng elədim ki, Xasay müəllimin anım günüdür. Gülnarə Cəmaləddin də Sumqayıt Yazıçılar bölməsinin rəhbəridir. Ona da söylədim ki, Xasay müəllimin yubileyi keçirilməlidir. Dedi ki, keçirdək, ancaq martda keçirtməyək, sentyabrda keçirdək. Dedim, yaxşı. Belə. Hər səfərində Sumqayıtda olur, yəni hər il davamlı olaraq Sumqayıtda keçirsiniz. Olur. Amma indi düşünmüşəm ki, bir neçə kitabını ki, təqdimatını Sumqayıtda keçirmişəm, həmin kitabların təqdimatını Natəvan klubunda keçirdim. Yazıçılar Birliyinin. Allah qoysun. Anacan, bəs hal-hazırda mən Şəkidəyəm. Azərbaycan bütün bölgələrində, məsəl üçün, kitabxanaya gedib əldə edə biləcəyimiz kitabı varmı? Yoxsa bu mövzuda da ciddi kasatlıq var? Laçında, bir də Xankəndidə var. Universitetdə, bir də Mədəniyyət şöbəsində. Ora göndərmişəm çoxunu. Amma çalışacağam. Çalışacağam. Bu qış fəsli çox yağıntı oldu. Heç yana çıxa bilmədim. Ona görə çıxacam. Allah qoysa. Gələn aydan Allah qoysa. Rayonlara da göndərəcəm. Allah qoysa. İnşallah. İnşallah. Çünki əminəm ki, bu proqramdan sonra Xasay müəllimə ayrı bir məhəbbət, diqqət ayrılacaq. Yəni və eyni zamanda cümləmizdən, eyni zamanda Xasay müəllimin necə millətpərvər, milli şuuru necə oturmuş bir şair olduğunu da
yəni görməmiz lazım. Yəni o qələm, əgər o qələmdən hələ də çəkinirlərsə, demək ki, o qələm oxunmalıdır. O qələmlə əlaqədar bilinməsi gərəkən çox şey var. Yəni Allah sizə ömür versin. Sizi sayənizdə biz bunları eşidirik. Ya məsəl üçün başqa cür olsaydı biz demək ki, heç cürə Xasay müəllimlə əlaqədar bu qədər məlumat əldə edə bilməzdik. Kimsə şəxsi təşəbbüs göstərərək, arxivlərə gedərək ki, arxivlər hələ açıq olsa, o da yəni demək olar ki, hamısı sizdədir, sizə aiddir və ehtimal ki, heç bir zamanda ulaşa bilməyəcəkdik və haqq yerini tapa biləsi deyildi. Mən əminəm ki, Xasay müəllimlə əlaqədar, yəni əməkləri ilə, verdiyi əməklərlə əlaqədar haqq yerini tapacaq, gec-tez. İnşallah. Əlavə bir sual vermək. Xasay müəllim Sovet dövründə müəyyən əziyyətlər çəkəndə qələmi ilə əlaqədar Bəxtiyar Vahabzadə ilə dostluğu, yəni bir ömür davam eləyib də. Bəxtiyar Vahabzadənin bununla əlaqədar bir dəstəyi, bir köməyi və yaxud da edə bilmədiyindən dolayı bir etirafı deyim. Yəni deyilə biləsidirsə əgər ekranda. Maraqlı gəldi sadəcə. Yəni o boyda dostluğu. Gözəl sualdır. Bax, bircə dəfə heç olmasa ekranda deyildi ki, Xasay Cahangirov gözəl şairdir. Demədi. Nədənsə ehtiyat elədi, demədi. Çünki onun özü də Heydər Əliyev tərəfindən xilas olunmuşdu. Onu bilirdim də ki, bu deyə bilməz. Çünki Xasay müəllimlə onun əqidəsi o barədə, rüşvət barədə, mənsəb barədə, vəzifə barədə tamam uyğun gəlirdi. Ona görə demədi. Bilmirəm. Mən belə düşünürəm. Amma kaş deyəydi. Arzu eləmişəm ki, kaş deyəydi. Məsələn, Eldar Baxış gəlirdi, Məmməd Aslan gəlirdi, Ağaddin Mansurzadə gəlirdi, Məmməd Araz gəlirdi bizə. Videosu da var. O tapa bilsəm onu göndərəcəm sizə. Siz inanırsınız ki, o 3 saatlıq dediyiniz Xasay müəllimi deyirdim ki, təklikdə adına dahi deyənlər salamı gözlə verir sənə, ay Xasay müəllim. Təklikdə bu bağa gələndə ona dahi deyirdilər. Özü də o ədəbi məclis əlindən alınandan sonra 93-də alınıb da 58-dən 93-ə qədər rəhbər olub. Özü də ən böyük şairləri, ən böyük professorları, Mehdi Məmmədovun özünü, hamısını qonaq çağırıb. Bəxtiyar Vahabzadənin özünü, Süleyman Rüstəmin özünü, Əli Vəliyevin özünü, nə bilim, deyə bilmirəm, Süleyman Rəhimovun özünü, Sumqayıta qonaq çağırıb. Bütün sənədlər də, protokollar da, çıxışlar da var. Arxivdə var. Siz inanırsınız, nə deyəcəkdim bilmirəm. Amma onu bilirəm ki, Xasay müəllim özünü düşünməyib, heç vaxt. Bəxtiyar müəllimdən gəlmişdik, sualdan oraya gəlmişdik. Yəni özünü hər zaman fəda... Bəli, fəda eləyib özünü. Amma o sonda deyir ki, həyatımda belə bir vəsiyyət yazıb qoyub, şeirlə yazıb qoyub, ideyasını demək istəyirəm ki, həyatımda bir səhv etdim. Mən onların 1001 səhvini bağışladım, doğmalarımın, əzizlərimin, dostlarımın, amma onlar mənim bir səhvimi bağışlaya bilmədilər. Demək ki, çoxdan da gözləyirdilər ki, bu səhvi etsin. Çoxdan da o nəaliyyətləri həzm edə bilməyən insanlar o hiləgərcə gözləyir ki, bir səhvdə onu birbaşa edam şeyinə çıxarsınlar, ipə götürsünlər. Yəni bir insan düşəndə, bir çıxanda bəlli olan şeydə ətrafını. Xasay müəllimin ətrafı da İnanırsınız ki, Xasay Xasayoğlu bu dəqiqə prezident administrasiyasının işçisidir də. İndi bilirlər, indi gedirlər yanına, indi onunla görüşürlər, sanki heç bir şey olmayıb.
Mən yaxşı ki, övladlarım hamısı bilir də, hamısının gözünün qabağında olan şeylərdir. Ayaqların yerə döyüb qışqırar, istefa, ədəbi məclisdən istefa, nə bilim, şöbə müdürlüyündən istefa deyənlər bugün onun övladının ikinci Xasay müəllim olmağını gözləmirdilər. Qəribə budur ki, çox gözəl bəstəkardır həm də Xasay Xasayoğlu. Yaxşı ki, adını qoymuşam. Həm də gözəl şeirlər müəllifidir. Amma deyir ki, administrasiyada bilməsinlər ana. Bilməsinlər ki, mən yazıram. Mən bəstələyirəm. Artıq biləcəklər o zaman. Buraxıram o şeirləri. YouTube kanalımda gedir. Xasay Cahangirov adına. Elə Xasay Cahangirovdur da bu da. Maşallah, siz, evladınız, yəni evdə hamı əməlli başlı, yəni qələm sahibidir, yəni şeir mövzusunda. Yəni. Polkovnik oğlum da gözəl şeirlər yazır. Bu həlak olan oğlum, həlak olan deyirəm də mən onu. O da gözəl şeirlər müəllifi idi. Xasay müəllim deyirdi ki, ay oğul, sən gözəl şair olacaqsan. Nə olar yaz ginəm, bunu yaz ginəm, davam elə. İndi onun şeirlərindən də ibarət bir şey hazırlamaq istəyirəm, kitab. Allah qoysun. İnşallah ana, bu kitablar üzərinə, bənzər mövzular üzərinə vaxtınız, zamanınız olanda inşallah təkrar efirdə görüşəcək sizin təbii ki razılığınızla. Yaxşı ki vaxtım oldu, yaxşı ki söhbət elədik. Çox sevindim mən də. Yox, çox sevindim. Neçə gün idi sizin vaxtla əlaqədar məhdudiyyətlər var idi evdə olmadığınızdan dolayı. Ona görə mən də səbirsizliklə gözləyirdim ki, həm dediyim kimi bizim gənclərimiz fərq eləmir, gənc, hər yaş fərq eləmir, insanlarımız tanısın, bilsin. Çünki dediyim kimi, kimsə məsuliyyət yükləyən insanları tanımaq istəmir. Heç kim, yəni 500 manat, 600 manat maaş alıb, gəlib Xasay müəllimin şeirini dinləyib məsuliyyət almaq istəmir. Onsuz da beyni yüklüdür deyir. Yəni həm TikTokda, həm digər sosial media məcralarında daha beyin uyuşduran şeylər dinləyib bir an öncə yatım, yəni beynim məni narahat eləməsin. Amma bir şey bilməliyik ki, yəni narahat olmalıyıq ki, həm istədiyimiz o konfortları əlimizdə daha möhkəm şəkildə, şuurlu şəkildə tuta bilək. Çünki konfortu istəmək də yenə bundan keçir. Digər cür də yenə deyirəm, vətənin, dövlətin, bayrağın, bütün dəyərlərin varlığı bu şuura bağlıdır. Onun üçün sizin kimi böyüklərimizə əl üstündə tutmaq lazımdır. Çünki onsuz da bunun qıtlığını çəkirik. Yəni o məsuliyyətlə, yəni onunla yaşamaq lazımdır ki, yaxşı bu böyüklərimizdə getdikləri zaman bir problemlə qarşılaşdığımızda, yəni kimlərdən nəsihət alacaq, kimin qapısını döyəcək? Yəni süni zəka ilə mı yaşayacaq ömrümüzün axırına qədər? Onlara mı müraciət eləyəcək? Məsələn, bugün danışdığınız şeyləri harada girib mən tapacağam? Necə? Yəni onun üçün deyirəm ki, hazır belə insanlar qarşımıza çıxıb, dizimizi qırıb onları dinləməyimiz lazımdır. Biz hər şeyi bir tərəfə buraxdım, bizim üçün xeyirdir. Yəni gələcəkdəki evlatlarımız üçün xeyirdir. Bu estafeti davam etdirdik, etdirmədik, heç bir şeydən şikayət etməməliyik. Haqqımız da yoxdur. Unudanın gələcəyi olmaz. Ədəbiyyatını, Bəli. Azərbaycan tarixini unudanın keçmişi gələcəyi olmaz. Bu bir Afaq Aslan var. Çox gözəl jurnalistdir, yaşlı qadındır. Hardasa bir 80'e yaxın yaşı var. Literaturная gazetada işləyir. Keçən il yox, iniş il çox gözəl o bağ qonşumun vasitəsilə mənlə əlaqə saxladı. Xasay müəllim haqqında bir gündə demək ki, mənim müsahibəmi çap eləyib 525-ci qəzetdə, bir də yox, 525-də yox.
literaturная qəzetədə 11 min elə bir saatın içində 11 min adam oxumuşdu onu. Yayılmışdı. Bu bir, ikincisi də Solmaz Cahangirova ilə, Solmaz Laçınlı ilə Xasay Cahangirovun Azərbaycan ədəbiyyatına belə bir yeni töhfəsi var. Ailə, iş, güc, başımız qarışırdı. Yenə ziyallığımız, şairliyimiz tuturdu. Mən xəlvətcə bir şeir yazırdım bir dəftərə. Xasay müəllim də ona cavab yazırdı. Demək olar ki, 100-dən artıq şeirə, Xasay müəllimin şeirinə mən cavab yazmışam. Mənim şeirimə Xasay müəllim cavab yazıb. İndi o kitabı hazırlayıram. Çox qəribədir. Yəni, Azərbaycan ədəbiyyatında belə şey yoxdur. Nəzirələr var, bənzətmələr var, ancaq yoxdur. Belə şey yoxdur ki, bir şair ola, iki evli olalar, onun şeirinə xəlbət cavab yazıb, bunu sonradan arxivi qaldırmışam. Görürəm ki, Solmaz Laçınlıya cavab, Solmaz Laçınlıya cavab. Mən də öz arxivimi qaldırmışam, Xasay Cahangirə cavab. Belə olan şeydir. Allah nə deyim. Bu arada ana, mənim anam da sizə bundan ikinci səfərdir mesaj yazır, təşəkkür eləyir, Diray Rauf mənim salamlarımı Solmaz xanıma çatdır. Üçüncü səfər yazsa bütün nemətlərdən əsirgəyəcək məni bilirəm. Ona görə bu salamı tez çatdırır. Belə mənim də salamlarımızı valideyninizə çatdırın. Allah razı olsun. Salamlarım, təşəkkürünü, minnətdaram. Belə oğul doğduğu üçün, belə adam borcumuz. Bilirsiniz, ot kökünü üstə bitir. Başqa kökün üstə bitmək yalan, çürüyür. Amma o cür ananın bu cür oğlu olmalıdır. Estağfurullah, borcumuz da ana. Yəni mədəniyyətli olmaq, tərbiyəli olmaq. O Türkiyədə olanda Twitter'ımda bir mesajı sabitləmişdim. Şəkidən çıxan əsas 12 dənə yazıçımızı, ümumiyyətlə də öndərimizi, elm adamlarını sıralamış, bəli, tarixi şəxsiyyətləri. 13-cüyə də öz adımı yazmışdım. Onu da nə üçün yazmışdım? Leonardo da Vinci'nin Son Axşam Yeməyindəki o 13-cü xain də deyək ki, yəni Kirov, yəni ya 13-cü xain olacaq, ya bu sıra davam eləyəcək. Yəni onu hər girdiyimdə onu görürdü. Dedim ki, sən İuda olmayasan, yəni əgər olmaq istəyirsənsə buyur. Ona görə o məsuliyyət boynumun da qalıb ana. Onu davam elətdirmək. Halal olsun, halal olsun. Sənə uğurlar arzulayıram. Estağfurullah. Minnətdaram. Sağ ol ana. Canın sağ olsun. Təşəkkür edirəm. Ana, siz də şeir yazırsınız da bu arada. Əgər yorulduysanız sizi sağollaşa bilərik bu arada. Bir dahaki səfərdə inşallah danışarıq. İnşallah, inşallah. Oldu qadası. Hə, sağollaşaq? Sağollaşaq. Hə, yaxşı ana. İnşallah bir dahaki səfərə görüşərik anacan. İnşallah, inşallah. Tamam. Sağ ol ana, sağ ol. Canı sağ olsun. Belə dostlar, hər kəsə çox təşəkkür eləyirəm. Buludxan müəllim bağlanmaq istəyirdi, bağlaya bilmədim. Çünki anamızın da ürəyi doludur, ona görə Buludxan müəllimin də ürəyi doludur. Söhbət çox uzanacaqdı və çox istəyirəm ki, söhbət TikTok'un hafizəsində qalsın. 90 dəqiqə ərzində yaddaşda saxlaya biləm. 90 dəqiqə artıq olunca yayın yaddaşa hifz olunmur. Belə bir problem var. İndi YouTube olsaydı başqa şey olardı. Mən burada hər kəsə çoxlu təşəkkür edirəm. Yorum bildirən, yazan, hədiyyə göndərən, adlarınızı oxuya bilməsəm də Solmaz xanımın sözünü yarıda kəsib sizə təşəkkür eləyə bilmirdim. Yəni sözün açığı yanlış anlaşılmasın. Mən bu yayınları sırf hədiyyə qazanım və ya şeyi artırım yox. Mən istəyirəm ki, yenə deyirəm,
bir köşədə qalmış ziyalılarımızı, bax belə dəyərli analarımızı, insanlarımızı, onların hekayələrini tanıyasınız, biləsiniz, evladlarınıza onların təbliğatını aparasınız. Başqa da bir dərdim yoxdur, başqa da bir bu yöndə problemim yoxdur yəni. Yoxsa özümlə əlaqədar yəni özümü reklam elətdirmək kimi bir niyyətim də yoxdur. Elə bir niyyətim də olsaydı, çox mövzu var, başqa bir sürü mövzulara girib populyarlıq əldə eləmək olardı. Ülvü əfəndi, təşəkkür edirəm, çox sağ olun. Minnətdaram hər kəsə. Sabit Coculu Solmaz xanıma ilk girişdə salam söyləmişdin. İnşallah Solmaz xanım yəqin ki bunu təkrar ona ilətərəm. Salam almış kimi qəbul elə. Başqa kimin mesajını əgər dediyim kimi görməzdən gəldiysəm üzürlü saysın. İnşallah Solmaz xanımı təkrar dəvət eləyəcəm. Belə dostlar. Hər kəsə çoxlu təşəkkür eləyirəm. Gecəniz xeyrə. İnşallah bir dahaki səfərdə qarşınıza İran zindanlarında edam qərarı almış, amma asılmamış atom fizikçisi bir dostumu çıxaracam. Onunla hər həftə davamlı olaraq həm siyasət, həm elm, yəni fərqli mövzularda çıxışlar eləyəcək. Ümid edirəm ki, diqqətinizi çəkər və o mövzulardan bir şeylər öyrənmiş olarsınız. Başqa son. Salamlar, hər kəsə salamlar. Təşəkkür edirəm, çox sağ olun. Baxım, tamamdır.